sertifikasiya məsələsindən danışırıq, narazılıqlar var və maraqlıdır ki, imtahanın çətin olmasını deyirlər. Xüsusən də Azərbaycan ədəbiyyat fənni üzrə bunu deyirlər ki, imtahan çətindir. Yəni, çətin sual deyəndə nə başa düşməliyik burada? Bu, məktəb kitablarından, məktəb dərsliklərindən kənar bir suallar mı var idi? Ona görə mi çətin idi? Yoxsa, əgər məktəb dərsliklərindəki suallardırsa, onsuz da bunların illərlə tədris elədiyi proqramdırsa və o proqramdan kənara çıxmayıbsa suallar, nəyə görə çətin gəlsin ki? Düzdür, orada metodika və s. ilə bağlı suallar da var, təkcə fən sualları olmur, amma ümumilikdə sizə nə çətin gələ bilər ki, müəllimlərə? Ümumiyyətlə, sertifikasiya imtahanında sualların çətin ya da asan düşməsi də fənlərə görə o belə düzgün tənzimlənməyib. Niyə? Çünki əgər bu çətin olursa, bütün fən müəllimləri üçün çətin olmalıdır, ya da ki, asan olursa, bütün fən müəllimləri üçün asan olmalıdır. Burada əsas məsələ, məsəl üçün, coğrafiya, biologiya, tarix, bu kimi fənlərdə sertifikasiya suallarının asan qoyulması müəyyən fənlərdə bərabərlik prinsiplərinin pozulmasıdır. Məsələn, bu ilin sertifikasiya imtahanında kimya və Azərbaycan dili fənni kifayət qədər ağır düşüb. Əslində, mən sualım da bundan bağlıdır, Kamil müəllim. Sualım da ondan bağlıdır ki, çətin deyəndə meyarımız nədir? Nəyə əsasən çətin? Çətin deyəndə, məsələn, yazıla bilən sual var, yazıla bilməyən sual var. Əslində, müəllimlərin işə qəbul imtahanında sualın çətin düşməyi yaxşı bir şeydir. Çünki ən yaxşı müəllimi seçdik. Amma burada məsələ maaş artımına təsir eləyəndir deyə. Ona görə burada Təhsil Nazirliyi mütləq şəkildə sualların bərabərlik prinsipini gözləməlidir. Hal-hazırda da bu dəqiqə orada vəziyyət elədir ki, yəni bərabərlik prinsipi gözlənilmir. Məsələn, biologiyada hər imtahana girən, siz demiş, illərdir tədris eləyirlər deyə bu fənni. Hər kəs 60 sualdan 58-60 bal yığdığı halda bu Azərbaycan dili və kimya fənlərində mümkün olmur. Sertifikasiyada fənlər arasında, məsələn, biologiya və Azərbaycan dili arasında sual səviyyə fərqi qoyduğundan da o müəllim istər-istəməz, baxın, çətinlik dediyimiz şey nədir? Var sual, məsələn, 2 sətirdən ibarət, var sual bir A4 səhifəsinin yarısından ibarət. Və burada verilən vaxt 2 saat ərzində bu müəllim qarşılaşdığı sualların ölçüsü... Yəni, sualların quruluşu mürəkkəb qoyulub, budur iddia. Əlbəttə ki, orada bu dəqiqənin özündə istənilən fəndə 15 sual hazırlayıb, yəni bütün müəllimlərə, hətta ekspert müəllimlərə belə verərsən 15 sualı, oradan 15 sualdan 0 yazar. Yəni, sualı çətin yazmaq çox rahat bir şeydir. Orada qeyri-adi bir məsələ yoxdur. Sadəcə olaraq, burada ən böyük problem həmin o sertifikasiya imtahanında bərabərlik prinsipinin gözlənilməməsidir. Burada ümumiyyətlə sertifikasiya maaşa təsir göstərən bir məsələdir və nəzərinizə çatdırım ki, Təhsil Nazirliyi sertifikasiya adı altında keçirdiyi bu imtahan əslində maaş artımıdır. Yadda sağlaq biz 3-4 il bundan əvvəl müəllimlərin maaşı... Burada ola bilər ki, bəli, müəyyən kadrların, işləməyə layiq olmayan kadrların işdən kənarlaşması və onlara ayrılan məvacibin digər kadrların üzərinə əlavə edilməsi məsələsi. Burada ən əsas məsələ budur. Yəni, müəllimlərin işə qəbul imtahanı, sırf işə qəbul, bəli, çətin olmalıdır. Mən bunun tərəfdarıyam bir müəllim kimi. Amma maaş artımından söhbət gedirsə, burada müəllimlərin maaş artımı gedir və çox təəssüflər olsun ki, əslində sertifikasiya imtahanı maaşların artırılması üçün sanki bir addım kimi görsəndi, amma deyil. Yəni, mən xırda bir müqayisə eləyək gəlin. 3-4 il bundan əvvəl hər il Prezidentin sərəncamı nəticəsində müəllimlərin maaşı 5%, 10% hər dəfəsində artırdı. Amma bu sertifikasiya imtahanı çıxandan sonra müəllimlər 5 il müddətində eyni əmək haqqıya çalışmağa məcbur buraxılıbdır. Yəni, onların maaşı 30 balı keçən, 50 bala qədər olan müəllimlərin maaşı 10% artırılıb. Bu 10% artım isə illik götürəndə heç illik müəllimin maaşının 2% artımı belə deyil. Əslində, sertifikasiya imtahanı maaş artımı yox, maaşın stabil saxlanılması üçün atılmış bir addımdır. Yəni, burada problem var. Bu 10% artımı da müəllimlərə, bir deyimdə, öz aralarında intriqa yaradırlar. Şəxsən mən müəllim qruplarına girəndə utanıram. Ya, orada tədrisdən daha çox ancaq pul söhbəti gedir, maaş söhbəti gedir. Ya, bunu yaradan da əslində məhz bu imtahanı keçirəndir. Ya, burada bu dəqiqənin özündə çox böyük bir qlobal problem var. Xırda bir problemi dilə gətirmək istəyirəm. Kimya müəllimlərinin sertifikasiya imtahanında, hətta ad da çəkərəm, kimya müəllimlərinin sertifikasiya imtahanında birbaşa suallar sızdırılıb. Hansı ki, bununla bağlı Təhsil Nazirliyinin açıqlama verilib ki, yox, burada suallar sızdırılmayıb. Bu dəqiqə sosial şəbəkələrdə bütün kimya müəllim qruplarına baxsaq, orada iştirak eləmiş 2500 müəllim bar-bar bağırır ki, bu sualları hansısa təlimçi öz müdavimlərinə işlədibdir. Baxın, suallar o qədər ağır olub ki, ölkədə 2 təlimçi dərs keçdiyi bütün müdavimlər demək olar ki, 50 baldan yuxarı bal toplayıb və bu da nə deməkdir? Həmin müəllimlərin maaşı 35% artıbdır. Amma 2500 kimya müəllimindən cəmi 137 tələbə o 50 balı keçibsə, onun 100 dənəsi həmin o 2 təlimçinidir. Yəni, burada bunun kökünü araşdırmaq lazımdır. Hansısa bir təlimçi artıya verdiyi sualları öz müdavimlərinə işlədir. Problemin kötüyü buradadır. Yəni, müəllim
o sualları əvvəlcədən öz dərs keçdiyi müəllimlərinə işlədib, suallar sızdırılıb, nə qədər artıq çıxıb açıqlama da verdi ki, qarayaxma kampaniyası keçirilir, ay suallar sızdırılmayıb. 50 orada Bu çox ciddi bir iddiadır ya Kamil müəllim. Bu çox ciddi bir iddiadır və araşdırma olan bir məsələdir. Yəni mən dəlillərlə, sübutlarla da sübut edə bilərəm. 2500 müəllimin səsi olaraq sizə deyirəm, kimya müəllimlərinin. Onların hər biri deyir ki, biz bu sualları WhatsApp qruplarına atılıb, həmin suallar işlənilibdir və çox qəribə bir məsələ deyəcəm sizə, özünüz də şoka düşəcəksiniz məsələ ilə bağlı. Baxın, Artinin sual bazasına sual ötürən müəllimi, yəni sualların tərtibatçısı olan müəllimi Təhsil Nazirliyi sertifikasiya imtahan edir. Görün nə qədər görürsün. Yəni, görün nə qədər görürsün. Bir adam özü sualları tərtib edir, özü bazıya sual daxil edir və o özü tərtib elədiyi imtahanda iştirak edir. Hətta özü iştirak eləməyi azmışmış kimi bir qrup atır. Müəyyən kimya müəllimlərini də yığır o qrupun içərisinə, həmin qrupda öz müdavimlərinə, öz hazırlaşdığı müəllimlərə həmin sualları işlədir. Artıq 3-cü ildir ki, demək olar ki, sertifikasiya imtahanları normal səviyyədə keçirilmir. Sertifikasiya imtahanlarında çıxıb açıqlama verilməlidir. Kompüter üzərindən imtahan götürülür, offline qaydada imtahan götürülür. Amma bu kifayət qədər problemlərə gətirir. Burada insan faktoru var və bu Təhsil Nazirliyinin adına bir ləkə olacaq bir imtahan idi. Təəssüflər olsun ki, hələ də Cənab Nazir Emin Əmrullayev bununla bağlı çıxıb açıqlama verəcək, səbirli olsunlar desələr də bu problem aradan qalxmır. Bu aradan qaldırmaq əvəzinə bir malalama kampaniyası keçirirlər ki, yox orada sual sızdırılmayıb. Yəni 2500 nəfər müəllimi sanki belə deyim də, valla ali təhsilli bir adamdır, bunlar müəllimdir. O 2500 müəllimi Təhsil Nazirliyi bir növ yaddaşsız kimi qiymətləndirirlər. Həqiqətən bu utanç vericidir. Yəni 2500 müəllimin hamısı mı yalan danışır? Mənim şəxsən öz həyat yoldaşım həmin imtahanda iştirak edib 55 bal yığıb, 35% artıma düşüb. Soruşuram ki, Türkan xanım, bəs necə olur? Doğrudan da bu suallar, həmin sızdırılmış suallar imtahanda var idi. 55 bal yığmış, ixtisasdan 50 sualdan 49 düz yazmış müəllim belə deyir ki, bəli, o suallar həmin imtahanda var idi. Suallar sızdırılıb. Yəni bu imtahan mütləq şəkildə həmin müdavimlərə yenidən keçirilməlidir. Ümumiyyətlə düşünürəm ki, Təhsil Nazirliyi və ARTİ nə sertifikasiya, nə MİQ imtahanı keçirməməlidir. Bu dövlətin imtahan mərkəzi var, dövlət imtahan mərkəzi. Nə zamana qədər ki, müəllimlərin işə qəbul imtahanı və sertifikasiya imtahanı Təhsil Nazirliyinin və ARTİ-nin öhdəliyində qalacaq, biz hər il bu problemləri yaşayacağıq. Çox uzağa getmirəm. 3 il bundan əvvəl, tamına 3 il bundan əvvəl riyaziyyat fənnində də eyni situasiya baş vermişdi. Hansısa bir təlimçi, adını çəkmək istəmirəm canlı yayında, hansısa bir təlimçi özü Təhsil Nazirliyinə ötürdüyü sualları öz müdavimlərinə işlətmişdi və bunun müqabilində həmin imtahan yenidən keçirildi. Yəni bunu örtbasdır eləmək doğru deyil. O 2500 müəllimin əziyyətinə və müəllimlik nüfuzuna çox böyük bir xələl gəlir. Heyifdir. O müəllimlər yazıqdır. Onsuz da onların maaşlarında böyük bir artım olmur. Kimya müəllimləri məktəbdə 500 manat maaş alırlar. 5 il ərzində 10% artım 550 manat deməkdir. Doğrudan mı Təhsil Nazirliyi düşünür ki, 5 il sonra bir müəllim inflyasiyanı nəzərə alaraq bir müəllim 550 manatla doluna biləcəkmi? Ya bu 10% artıma görə müəllimləri, burada pul məsələsi deyil, müəllimləri nüfuzdan salıblar, nüfuzdan. Ya orada hansısa bir özünü bilməyən, sualı tərtibatçısı, özünü sübut eləmək üçün, o müəllimlik egosunu tətmin eləmək üçün orada kifayət qədər ağır suallar salıblar. Kimya imtahanı, Azərbaycan imtahanı vurdu keçdi. Yəni kimya müəllimləri kimya fənnindən yox, riyaziyyatdan imtahan olublar. Dayanmadan məsələ və orada kimin ki riyazi bilikləri daha yüksəkdir, o müəllimlər uğur qazanıb o imtahanda. Bu məsələ aydındır. Bu məsələdən mənə elə gəlir ki, şərait yaratdıq. Çox sağ olun ki, siz bu qədər müəllimlərin şikayətlərini burada işıqlandırdınız. Bizim məsələ məqsədimiz də elə bu gibi. Təşəkkür edirəm. Minnətdarım. Sağ olun. Yox, sağlaşmıram. Bir sual da verəcəm. Əslində bu məsələnin bir tərəfidir. Digər tərəfi də riyaziyyatla bağlı məsələlər var, suallar var idi. Mənim özümdə də sual yaratdı. Dedilər ki, ibtidai sinif müəllimlərinə 5-ci, 6-cı sinif, yəni yuxarı sinifin suallarını salıblar. Bu nə dərəcədə real olması ayrı, amma ümumiyyətlə nə dərəcədə düzgün yanaşmadır. Yəni müəllim ümumiyyətlə riyaziyyatı ümumi bilməlidirmi, yoxsa öz sinifi qədər bilsə bəs eləyərmi? Yox. Burada məsələ necədir? Yəni onunla bağlı mən hər hansısa bir gilə-güzar dilə gətirmərəm. Nəyə görə? İbtidai sinif müəllimlərinin çərçivə sənədi çıxır. Çərçivə sənədində ibtidai sinif müəllimləri hansı suallarla qarşılaşacaqlar bu göstərilir. Bəli, doğrudur. Məsələn, Azərbaycan dili və riyaziyyatdan onlar imtahan götürülürlər. Metodika Azərbaycan dili və riyaziyyat. 20 sual Azərbaycan dili olur. Yəni söhbət müəllimlər işə qəbul imtahanına gedir. 20 sual da riyaziyyatdan. Sertifikasiya bu 25-25 olaraq paylanır 50 sual. Yəni burada sertifikasiya imtahanında ibtidai sinif müəllimlərinin
riyaziyyatdan imtahan olunmaları, elə xüsusilə 6-7-ci siniflərdən imtahan olunmaları normal bir hal kimi qiymətləndirirəm. Yəni Azərbaycan dilində də bu belədir. Amma o suallar kifayət qədər də ağır olmur. Burada problemin kökündə nə yatır? Sertifikasiya imtahanı, ən çox sertifikasiya imtahanından uğur qazana bilməyən müəllimlər ibtidai sinif müəllimlərdir. Bunun da kökündə nə dayanır? Bunun da kökündə zamanında körpü altında, Təhsil Nazirinin öz sözdür bu, Emin Əmrullayevin sözdür. Körpü altında diplom alan bizdə müəllimlər var idi. Hansı ki, o universitetlərin mənşəyi bilinmirdi. Beynəlxalq Universiteti vardı, San Marino Universiteti vardı, hər hansı pedaqoji universitetin filialları vardı. Orada bilinmirdi o adamlar o universitetlərə necə qəbul oldular. Həmin o adamlardır ki, əksəriyyəti girirlər o imtahana və onların da yaş səviyyəsi kifayət qədər çox yüksəkdir. Artıq qalxıb 45 yaş, 50 yaş, 55 yaşa çatıb və o müəllimlər artıq günün tələbi ilə ayaq uydura bilmirlər. Ona görə də onlar orada qarşılaşdığı 6-cı, 7-ci sinif bəli, doğrudur, var. Mənim fikrimi sorursanız olmalıdırmı? Olmalıdır. Çünki müəllim istənilən halda tələbədən, dərs keçəcəyi tələbədən biraz daha yaxşı bilməlidir. Çünki bu dəqiqə günümüzün təhsilində 4-cü sinif kitablarında elə məsələ və misallar var ki, mən bunu kifayət qədər çox rezident müəllimdən eşitmişəm. Deyirlər ki, yəni müəllim, biz bunu 9-cu sinif abituriyentə keçəndə o belə çətinlik çəkir. Ona görə həmin müəllim sabahsı gün 4-cü sinif şagirdə dərs keçəndə ən azından biraz çətin sual tipi görsə, heç olmasa onun altına qalxa bilsin. Yəni burada ibtidai sinif müəllimlərinin 6-7-ci sinif sualları ilə qarşılaşması halı realdır, doğrudur və bununla da bağlı Təhsil Naziri onsuz da artıq çərçivə sənədi paylaşır və proqram üzrə suallar çalınır. Yəni onlar üçün bir sensasiya olmayıb. Yəni ibtidai sinif müəllimləri üçün bir sensasiya deyildi. Zaten onlar tədris ili başlayanlar nə ilə imtahan olunacaqlarını bilirdilər. Yəni onsuz da bu neçə ildir ki, artıq sertifikasiya imtahanı və MİQ imtahanı keçirilir və onlar bu il onlar nə gözləyəcəklərini bilirdilər. Onlarda bir sürpriz yoxdur. Sadəcə ibtidai sinif müəllimlərində yenə deyirəm, hiləgüzar edənlər daha çox kollecdən gəlib ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən və zamanında başqa yollarla universitetə qəbul olmuş, daha çox da o problemi biz rayon məktəblərində görürük. Hansı ki, gedib kiməsə 5-dən ondan verib universitetə qəbul olmuşdular, indi sertifikasiya imtahanında onları beli qırılır. Yəni burada Emin Əmrullayevin onsuz da sertifikasiya imtahanları tədris keçirməkdən məqsədi sırf həmin şəxsləri aradan qaldırmaq idi. Həmin şəxsləri aradan qaldırmaq. Amma təəssüflər olsun ki, bunun yaxşı tərəfi oldu. Bəli, aradan qaldırıldı. Müəyyən bir qisim işdən azad olundu. Bu dəqiqədə keçən ildə statistika paylaşmışdılar və o statistikaya nəzər yetirsəydik görərdik ki, Emin müəllim burada nə qədər haqlıdır. Yəni Emin müəllimin haqlılıq payı nə idi? O sertifikasiya imtahanından keçə bilməyən insanların diplomlarının 90% ya saxtaydı, ya Dövlət İmtahan Mərkəzinin xətti ilə universitetə qəbul olmamışdılar. Orada kəndlərin əksəriyyəti, yəni nə iş gördükləri bilinməyən, aparıb zamanında Misir Mərdanovun təhsil naziri olduğu dönəmlərdə rüşvət hesabına məktəblərə qəbul olmuş müəllimlər idi. Amma indi bu dəqiqə bir vəziyyət yoxdur. MİQ imtahanlarını rahat şəkildə qəbul ola bilər. Amma problemin kötüyü MİQ imtahanlarını və sertifikasiya imtahanlarını Təhsil Naziri indi yaxşı formada keçirə bilmir. Yəni bir şey ki, müəllim imtahanı olunur. Müəllim imtahanı olunur. Burada çox qəribə bir situasiya var. Müəllim imtahanı olduğu sualları bir də görmür. Yəni bunu yaxşı olaraq ki, ictimaiyyət açıqlasınlar, şəffaflıq olması üçün. Bu dəqiqə müəllimlərin işə qəbul imtahanında, sertifikasiya imtahanında keçirilməsi çox nöqsanlıdır. Texniki problemlər olur, kompüter sönür, orada şübhəli məqamlar olur. Yəni düzdür, buna sübutum yoxdur. Sadəcə olaraq bütün müəllimlər arasında danışılan bir şey budur ki, həmin müəllimlər imtahana getdiyi müddətlərdə müəyyən tapşırılmış masalar olur. Yəni sırf orada planket oturacaq deyə bir şey var. Hansı ki, ona verilən buraxılış vərəqəsində müəllimə harda oturması ilə bağlı bir rəqəm qoyulmur. Məsələn, Dövlət İmtahan Mərkəzində imtahana gedən müəllim orada bilir ki, gedəcək 7-ci masada əyləşəcək ki, 8-ci sırada. Amma ART-nin keçirdiyi, Təhsil Nazirinin keçirdiyi imtahanda belə bir şey yoxdur. Müəllim istədiyi yerdə otura bilər. Amma hansı ki, orada tapşırılmış masalar olduğu da iddia edilir. Yəni düşünürəm ki, elə vaxtda təbii ki, orada ictimai nəzarət deyilən bir şey vardı. O müəllimdir, sözünü deyən adamdır və cəmiyyətə kifayət qədər nüfuzu olan adamdır. Orada o öz reaksiyasını, etirazını bildirməlidir mütləq şəkildə. Və oradakı nəzarətçi də heç nə deyə bilməz. Yəni məsələ bilirsiniz, vaxtında müdaxilə etməkdir belə məsələlərə. Mən elə düşünürəm. Siz o halı görsəz, reaksiyanızı bildirməzsiniz. Həmin dönəmdə 1-2 saatlıq vaxt olur. Yəni müəllim orada öz sayında olur. Yəni qısa müddət ərzində birbaşa oturun və sualları cavablar. Çünki 2 saat vaxt verirlər orada sualların keçirilməsinə və bu dəqiqənin özündə ART-in elədiyi ən böyük problem bilsiz nədir həm də imtahan sistemində. Düşünürsünüz, imtahana gedə-gedə otaqlarda nəzarətçilərdən əlavə kameralarla dəhşət çox çəkilişlər gedir. Qardaş, imtahan prosesidir. Yəni burada çəkiliş aparmağın nə mənası var? Yəni Dövlət İmtahan Mərkəzində qədər bir imtahanda imtahan keçirilən otağa heç kimin girməyə haqqı yox idi. Burada mən çəkiblər, paylaşırlar, baxıram, imtahan gedir. Müəllim orada stressdədir. Dayanmadan sağa sola, nəzarətçi yox ha.
Orada jurnalistlər buraxılır, təhsil tibinin öz əməkdaşları girirlər, çəkirlər, gedirlər. İmtahan prosesi pozulur. Ümumiyyətlə, imtahan kağızda keçirilməlidir. Nə olursa olsun, artıq bu son 5 ildir ki, Təhsil Nazirliyi və ARTİ göstərir ki, biz bu imtahanı keçirə bilmirik. Yəni, bunu mütləq şəkildə Dövlət İmtahan Mərkəzinə vermək lazımdır. Çünki ölkənin bir imtahan mərkəzi var. Hətta baxın, Təhsil Nazirliyi və ARTİ-nin öhdəliyində 2 imtahan var demək olar. 1, müəllimlərin işə qəbul imtahanı və sertifikasiya imtahanları, 2 lisey imtahanları. Sosial şəbəkəni açıb baxsaq, bu dəqiqədə lisey imtahanlarının da nə qədər qüsurlu olduğunu. Baxın, Təhsil Nazirliyinin keçirdiyi bütün imtahanlarda hamının ağzında rüşvət məsələsi var. Hamının ağzında rüşvət məsələsi var. Yəni, bu dəqiqənin özündə bütün lisey hazırlıq qruplarına girib baxsaq, müəllim, valideyn qruplarına girib baxsaq, hamının ağzında bir söz var ki, filan kəs müəllim sualı satıb. Ya, bu nə deməkdir? Yəni, Təhsil Nazirliyinin bir bazası yoxdur. Təhsil Nazirliyinin bir ekspert müəllim heyəti yoxdur. Yəni, mən bunu sübut edirəm ki, Təhsil Nazirliyinin ekspert müəllim heyəti yoxdur. 3 il bundan əvvəl də müəllimlərin işə qəbul imtahanında Azərbaycan dili və ədəbiyyatda 4-5 nöqsanlı sualı qəbul imtahanına salmışdılar. Məni dəvət elədilər. Mən getdim ARTİ-də həmin mütəxəssislərlə görüşdüm. Həmin mütəxəssislərdən soruşdum, siz kimsiniz? Yəni, hansı sifətlə bu dəqiqə buradasınız? Yəni, hansı pozisiyada mənim qarşımda durmuşsunuz? Öhdəliyiniz, vəzifəniz nədir? Dedilər ki, vallah, biz Təhsil Nazirliyinin əməkdaşı deyilik, Dövlət İmtahan Mərkəzinin əməkdaşıyıq. Sualları müzakirə üçün gəlmişik. Yəni, Təhsil Nazirliyinin özünün ekspert müəllim heyəti yoxdur və imtahan keçirir. Bunun özü gülüncdür. Və o sualları da müəyyən kursları təlimçilərdən alır. Ya, bunun özü bir abırçılıqdır. Təlimçidən imtahan alıb, həmin təlimçini imtahan götürmək nə deməkdir? Yəni, bu biraz çox gülməli məsələdir. Ona görə bu imtahanı keçirdə bilmirlər. Burada böyük bir şey yoxdur. Yəni, bunu dövlət qərar verməlidir. Almalıdır o imtahan Təhsil Nazirliyinə, verməlidir Dövlət İmtahan Mərkəzinə. Bu imtahanı Məlikə xanım Abbaszadenin öhdəliyinə vermək lazımdır. Çünki nə qədər də Məlikə xanımın imtahanlarında giləygüzar da olsa abituriyent tərəflərinə, nə bilim, mənim özüm də şəxsən səhv gördüyüm şeyi tənqid eləmişəm. Nə qədər də görsək ki, orada bir sual belə səhv olursa, etiraz etsən o sualı düzəldirlər. Amma ən azından heç kim çıxıb deyə bilməz ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda rüşvət var, sual sızdırılması var. Mən 17 illik təhsilin içində indiyə qədər bir dəfə də olsun eşitməmişəm ki, Dövlət İmtahan Mərkəzi ya sual satsın, ya belə bir şey olsun. Amma ARTİ bunu 3-4 illik artıq sertifikasiya imtahanı keçirdir, aləm deyək bir-birinə. Yəni, o da olmayan yerdən üstü çıxmaz. Bu qədər 2500 kimya müəlliminin səsi olaraq deyirəm, o adamlar nə oxuduqlarını, nə yazdıqlarını yəni, çox-çox yaxşı bilirlər. Cəmaatı, ələxüsus müəllimi, bir ziyalı kütləsini, yəni bu qədər cəmaatın içində yalançı adlandırmaq olmaz. Yəni, həqiqətən, orada durub deyirlər ki, qarayaxma kampaniyası. Kimin sizinlə nə işi var? Niyə qarayaxma olsun? Müəllim gedir orada bal yedir. Şəxsən, mən yenə deyirəm, öz doğma həyat yoldaşım, öz həyat yoldaşım o imtihana 100 bal yedir. Ya, o adam belə deyir ki, qardaş, bu imtahandakı bu suallar biz əvvəlcə WhatsApp qruplarında atılan suallar... Yəni, aşağı bal yığan bunu bəlkə şikayətdən deyir, nə üçün söyləyir? Yuxarı bal yığan da deyirsə, deməli bir bəlkə də reallıq payı var. Bunlar maraqlı və vacib iddialardır. Sonlarla, bax, nə qədər deyirsiniz bəlli göstərir, amma o imtahanlar 51 bal keçiblər. 35% maaş artmış müəllimlər belə deyir ki, bəli, bu suallar hansı ki, WhatsApp qruplarında o təlimçinin skrinləri var. Hətta özü sual atır qrupu, onu mən skrinlə yayma ataram, istəyirsiz növbəti yayımları işıqlandırar sonu. Adam sual atır qrupa altına yazır ki, bax, bu sualı heç kim paylaşmıyor. Ya, bu nə deməkdir? Ya, belə bir şey, belə imtahan keçirdilər. Və həmin adam özü sertifikasiya imtahanında iştirak edib. Həmin adama, həmin o təlimçi, 50 nəfər, 50 plus nəticə vermiş müəllim. Özü deyir ki, bunu qıraqda paylaşmayın. Amanın bir gündür bu sualları heç kim görməz. O skrin var ya müəllimlərin hamısından. Bu da kimya müəllimlərin qrupu da alır.